Məsələn, biz valideynlər bəzən deyirik ki, biz bütün övladlarımızı eyni sevirik. Məsələn, belə bir fikir var cəmiyyət. Məsələn, bu fikir yanlış bir fikirdir. Doğrudan. 100%. Burada da bəlkə çox tənqidlər gələcək. Seçkili verir bilirik. 100% veririk. Çünki İlk dəfə eşidirəm. Bəli, çünki hər valideynin qəlbində 15 uşağı belə olsa, övladı belə olsa, birinə hər zaman qəlbən daha yaxındır. Bu insanın əlində olan bir şey deyil. Bəzi insanlar rəf edər, bəzi insanlar bunu etiraf etməz, hətta fərqində belə olmaz. Amma davranışlarından bunu hiss edərsiniz. Məsələn, bir övladın daha çox səhvini görməzdən gəlirkən, bir övladın ən xırda, deyək ki, silik bir səhvinə çox belə deyək, ciddi emosional reaksiya verə bilərsiniz, ciddi şəkildə belə deyək, əsəbləşə bilərsiniz. Bu tamamilə onun dinamikasından gələn bir şeydir. Hər valideynin, bu ata-ana üçün də ayrı da ola bilər. Məsələn, ata bir övlad, ana və ya hər ikisi eyni övlad ola bilər.